Xoş gördük. Kanalımıza abunə olduğunuz üçün təşəkkür edirəm. Sizdən gələn suallara cavab verməyə çalışıram. Sual belədir, çox sadə. Çəki hamilə qalmağa necə təsir eləyir? Çox aşağı çəki, çox arıq qadınlarda yumurtalıqlar işləməyə bilir. Düzdür, günümüzdə belə xanımlara çox az rast gəlirik. Daha çox peşəkar idmançılar, balerinalar, peşəkar modellərdə ola bilir. Onlara biz bir balaca çəki almağı tövsiyə edirik. Bu çəki azlığı. Amma daha çox biz nə ilə qarşılaşırıq? Çəki artıqlığı. Bəli, çəki artıqlığı da hamilə qalmağa mane olur. Yumurtalıqlar tükənmir. Yumurtalıqlar var, içində yumurta var. Yumurtanın yetişmə prosesində hormonal natarazlıq yaranır və proses yarıda dayanır. Ona görə də yumurtalıq yetişsin deyə biz həmin qadınlara həm yumurta yetişdirən dərman veririk, həm də çəki atmağı tövsiyə eləyirik. İş ondadır ki, belə xanımlar hamilə qalandan sonra da riskli bir hamiləlik keçirirlər. Hamiləlik şəkəri olma ehtimalı var, preeklamsiya olma ehtimalı var, doğuşda problemlər çıxa bilir. Hər bir halda hamiləlik planlaşdıran qadının optimal çəkiyə qalmağını tövsiyə eləyirəm. Bir piylənmə varsa, o piylənmədən qurtulmaq, diyeta ilə, endokrinoloq məsləhəti ilə hər neysə o piylənmədən qurtulmaq, ondan sonra hamiləlik planlamaq lazımdır. Bəzən xanımlar arıqladıqdan sonra hamilə qala bilməyən bir xanım arıqladıqdan sonra dərmansız zadsız hamilə qala bilir. Ona görə də dietanıza, yeməyinizə diqqət edin, sağlıqlı qidalanın, kilo almamağa almısınızsa o birazcık verməyə çalışın. Sağ olun.